Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu littekva vel yakin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Habibina ve habibi ilahil alemin. Ebil Kasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed. Ali Muhammed ve ala ahli beytihi teyyibine tahirin siyyemel hücce beqiyetillahi fil aradin ve la'na ala a'daihim ecma'in ila kıyavmi yevmiddin emma ba'd qalallahu hakim fi kitabihil kerim Euzu billahi mineşşeytanirracim Bismillahirrahmanirrahim Rabbi şrah li sadri ve yassir li emri ve hlul ukdeten min lisani yefkahu kavli Rabbi zidni ilmə, sadaqallahul aliyyul azim, usikum və nəfsi bi təqvallah. Sizi və özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allahın salamı, rəhməti siz əzizlərin üzərində olsun. Allah Teala bu günlərin xeyrindən, bərəkətindən inşallah ki, payımızı artıq eləsin. Dua haqqında bir dəfə yadıma gəlir, səhvləmirəmsə işarə eləmişdik. Dua haqqında hər iki xütbədə ilə çalışacağıq ki, dua haqqında danışaq. Quran-ı Kərimdə dua xarakterli ayələr var. Bir neçəsinə toxunacağıq. Qısa olaraq bir neçə cümlə danışmaq istəyirəm. Dua mövzusu ümumiyyətlə nədən başlayır? Dua mövzusu bundan başlayır ki, insan Allahdan nə istəməlidir? Ümumiyyətlə bu çox mühüm mövzulardan biridir ki, biz ibadət eləyirik, itaət eləyirik, Allahın evinə gəlirik, cümə günü, qeyri-cümə günləri, sayılıb seçilən günlərdə təbii ki, insan hər dəfə Allahdan nəsə istəyir ibadətdən sonra və Allah da buyurub ki, istəyin məndən. İstəyin məndən və insan Allahdan nə istəməlidir? Ümumiyyətlə, bu mövzu hardan başlayır? Bəziləri, əfsuslar olsun ki, bilmir ki, nə istəmək lazımdır və yaxud da bəzilərimizin istəkləri çox kiçik olur. Həqiqətən çox kiçik olur. Ümumiyyətlə, deyirsən, insana necə qiymət verəsən, deyir, insana qiymət verməyin bir neçə yolu var. Biri də budur ki, insana gərək deyəsən ki, görüm nə istəyirsən. İstəklərimin siyahısını tut. Bir insanın qiyməti onun istəkləri ilə bağlı olan bir məsələdir. Çünki insanın istəyi onun mənəvi, psixoloji durumunun göstəricisidir. Bir insan nəsə istəyirsə, bir insan nəyisə dilə gətirirsə, ehtiyaclarının siyahısını tutanda o insanın mənəvi psixoloji kimliyi ortaya çıxır. Ki, bu insan hansı mənəviyyata məxsusdur, bu insan hansı psixologiyanın sahibidir. Bir insan istəyirsən ki, biləsən kimdir, deyirsən ki, arzularımdır. Arzularımın siyahısını tut. Daha o, məsəl üçün, yolda gedirsən, deyirsən, mikrofonu uzadırlar sənə, müsahibə verən kimi yox. Elə olanda insan başlayır, belə deyək də, ağıllı-ağıllı danışmağa, başlayır o səviyyəli danışmağa. Yox, qeyri-səmimi yox, səmimi olaraq. İnsan öz istəklərini, öz arzularının siyahısını tutar. Onda insan biləcək ki, hə, mən bu qədərəm, mənim səviyyəm bu qədərdir. Onun istəkləri, onun o mənəviyyatının ölçüsü olacaq. Ona görə dua mövzusu istəməkdən başlayır. Adam var ki, məsəl üçün deyir ki, mən məşhur olum. Xüsusilə bu son dövrlərdə gənclər arasında belə bir şey var. Məsəl üçün, baxırlar sosial şəbəkələrə, məsəl üçün, baxırlar bir iki dənə müğənniyə. Görürlər ki, heç oxumağa səssat da lazım deyil. Müəyyən bir iki dənə işlər var. Elə onlar olsa, belə məşhur olur. O alimlərdən biri var idi, deyirdi ki, məsəl üçün, məşhur olmaq istəyirsən, Himalay dağı, məsələn. O da məşhurdur. Dağlar arasında məşhur dağdır. Deyir, ən azı olacaqsın o kimi. O dağdır, o məşhurdur. Ən azı olacaqsan o kimi, bu dağ kimi. İnsan bir özünü müəyyən eləsin ki, mən kiməm? Hədəfim nədir? Nə istəməliyəm? Nə istəməliyəm çox mühüm bir məsələdir. Mühüm mövzudur. Ona görə də bir neçə Quran duasına işarə eləmək istəyirəm. Sadəcə, Quran bizə öyrədir ki, Allahdan istəyəndə bu cür istəyin və bunları istəyin. Allahdan istəyəndə bunları istəyin. Çox rahatdır da insan bunları istəyə. Hamısına yox, bir neçəsinə inşallah ki, həm bu xütbədə, həm də ikinci xütbədə inşallah ki, işarə eləyəcəyik.
Bir dənə vacib dua var Quranda. Yeganə duadır ki, o vacibdir. Hansı duadır? Gündəlik namazda da deyirik. Yəni ki, ehdinə sıratal müstəqim. İlahi, bizi neynə? Doğru, düzgün yola yönəlt. Ən vacib dualardan biri budur. Ki, Allah Teala namazda o Fatihə surəsi ki var, o Fatihə surəsində o ayədir. Yəni, namazın vacib hissəsidir özdə. Gündəlik namazların hamısında, elə müstəhəb namazlarda da özdə görürsünüz, müstəhəb namazlar var ki, vələzzalin hissəsinə cəndir, orada da var. Orada da Allahdan onu istəyirik ki, ilahi ehdinə sıratal müstəqim. Bizi doğru, düzgün yola yönət. Namazda deməliyik, bunu istəməliyik biz. Hər gün bu duanı biz Allahdan istəməliyik ki, ehdinə sıratal müstəqim, bizi doğru, düzgün yola yönət. Doğru yola yönət. Bəzilərində sual yarana bilər ki, axı mən yönəlmişəm, ibadət eləyirəm, itaət eləyirəm, namaz qılıram. Bəs bu nə məsələdir? Əvvəla məlum deyil. Yəni bir insanın namazda, ibadətdə, itaətdə olması bunun dində olmasıdır, yoxsa yox, bu birinci məlum deyil. Çünki rahat bir vaxtda hamı deyir ki, dindəyəm. İndi gəlib deyəcəyik onda. O məncəni ağzında olanda, sıxılanda bilinir və yaxud da nəfsi ilə qarşı-qarşıya qalanda bilinir ki, o həqiqi dindədir, yoxsa dində deyil. Nə olsun ibadət əhlidir. Gəlib indi misal verir. Məsələn, Kərbəlada da var idi da. Allah hifz eləsin, Axund Azəmin bir söz var, deyir, Qur'an oxuyanlar yığışıb Kərbəlayaya, Qur'anı şəhid eylədilər ayə və ayə. Hamısı Qur'an oxuyurdu. Onlar namaz qılmırdılar, onlar da namaz qılırdılar. Amma İmam Hüseyin Əleyhisselam kimi Həzrət Peyğəmbərin gözünün ağının qarası cirami bir şəxsi gəldilər, şəhid elədilər. Quran da oxuyurdular, namaz da qılırdılar. Hə, namaz qılmaq, Quran oxumaq, oruç tutmaq hələ doğru yolda olub-olmamağın göstəricisi deyil. Hamı namaz qıla bilir, hamı Quran oxuya bilir. Amma o namaz, o Quran, o oruç səni aparıb çatdıracaq məqsədə, hədəfə, çünki insan hədəfi qədərdir. Sizdən İraq şeytan da 6000 Allaha ibadət elədi. Amma bir dənə məsələ çıxdı qabağına, o məsələdə başladı büdürəməyə. O məsələdə başladı büdürədi. Büdürəyəndən sonra Allah Teala deyir ki, səcdə elə Adəmə, o deyir ki, mən otdanam, o torpaqdandır, otdan olan, torpaqdan olana nə vaxtdan səcdə eləyər? Özünü üstün bildi. Özünü üstün bildi. Yəni, ibadət əhli olmaq hələ doğru yolda olmaq demək deyil. Bunu başa salmaq istəyirəm, bunu çatdırmaq istəyirəm. Biz Allahdan istəyirik ki, doğru yola yönət. İndi bəziləri deyir ki, mən doğru yoldayam ki, ibadət edirəm. Deyir, əvvəla bu bilinmir. İkincisi də bu ardıcıldır, davamlıdır. Doğru yol bilirsiniz nədir? Doğru yol incədir. Yəni, ümumi anlayış deyil doğru yol məsələsi. Doğru yol budur ki, mən hər saniyə nə etməliyəm? Mən hər saniyə nə etməliyəm, onu eləyim. Doğru yol budur. Buna deyərlər doğru yol. Mən neynəməliyəm? İndi məsəl üçün burada danışmalıyam. Bundan sonra neynəməliyəm? Filan işi görməliyəm, filan işi görməliyəm. Doğru yol budur ki, insan nə etməlidir, onu başa düşsün, onu bilsin. Doğru yol budur. Allahın əmridir. İnsan öz ağlı ilə, belə deyək də, eləməliyəm, ağlımla düşünsəm ki, mən bunu eləməliyəm, deməli bu Allahın əmridir, həmin anda onu eləməliyəm. Sonra nə eləməliyəm? Məsəl üçün, filan işi görməliyəm. Yəni, ehdinə sıratal müstəqim budur ki, hər saniyə hesablayım. Hesablayım, nə etməliyəm, o işi görüm. Doğru yol budur. Vacibdən başqa, yəni salih əməl başqa işə deyirlər, gəlib deyəcək onu. Yoxsa, məsəl üçün, hər yaxşı iş salih iş deyil. Bir var yaxşı iş, bunu bir dəfə demişik biz. Bir var salih iş. Yaxşı iş, yaxşı işdir. Amma salih iş hansı iş ki, onu görməliyəm, o mənim vəzifəmdir indiki vaxtda, bu saniyə mənim işim hansıdır, bu ona deyərlər salih iş. Yaxşı iş, yaxşı işdir. Amma yaxşı işlə salih işin fərqi var. 100 dənə yaxşı iş var. Amma onların içərisindən ən vacibi hansıdır? Bugün boynuma düşən hansıdırsa ona deyirlər salih iş. Bir var yaxşı əməl, biri var salih əməl. Məsələn, buyurur ki, amilus salihat. Salih əməl nədir? 100 dənə qarşımda yaxşı iş var. Hansı meyarla seçirəm o işi?
Bu da önəmlidir. O meyarlar da önəmlidir. Bəzən biz yaxşı işləri də nəfsimizə görə seçirik. Məsəl üçün, yaxşı iş görmək istəyirik. Onu nəfsimizə görə seçirik. Məsəl üçün, Quranı deyir, gətir göreyim. Baxa görə yox. Necə seçməliyəm onu? Hansı əməlimdən xoşum gəlir mənim? Quranı gətir bir dənə baxım ona. Quranın bir dənə ayəsi var. O ayəyə bütün dünya əməl eləyir. Bütün insanlar, bütün bəşəriyyət, bütün hamı o Quran ayəsinə əməl eləyir. Hansı ayədir? Quranda belə bir ayə var. Kulu və şrəbu, yeyin için. Bütün dünya bu ayəyə əməl eləyir. Hamı yeyir də, içir də. Çünki nəfsə xoş gəlir axı. Öyle adam yoxdur ki, yeməsin, içməsin. Yeyir, içir, deyir, yeyin, için kimi ayələr var ki, onu qəbul eləmək mənim üçün rahatdır. Xoşuma gəlir. Amma deyir, bu dindarlıq olmadı. Mənim xoşuma gəlir, nəfsimə xoşuma gəlir. Dindarlıq budur ki, o xoşuma gəlir, gəlmiri qoydum bir kənara. Dindarlıq bu deyil. Gələ xoşuma gəlir, bunu qəbul. Yeyin, üçün kimi ayələr var ki, hamının xoşuna gəlir o. O dindarlıq sayılmır, o möminçilik sayılmır. Möminçilik, dindarlıq budur ki, o nəfsimin istəyini qoyuram kənara. Mən neynəməliyəm, bax, vəzifəm nədir? Bunu başa düşməliyəm. Əsas iş budur. Allah da gətirir bəzən savab əvəlimizi öz iradəmizlə gətirir, vurur. Savab əvəlimizi öz iradəmizlə. Yaxşı bir iş görürük, Allah deyir ki, yox. Məsəl üçün bir dənə misal çəkimsə, cəmaat bir pis iş görürdü. İmam Hüseyin Aleyhisselamın indiki yavaş-yavaş vaxtlarında Məkkədən artıq çıxır Kərbəlaya doğru. Cəmaat bir pis iş görürdü, təvaf eləyirdi, orada gəlirdilər, namaz qılırdılar. Ondan sonra Ərəfatdaydılar. Ərəfat yaxşı işdir də, həcc eləyirdilər. İmam Hüseyin Aleyhisselam Kərbəlada çıxır Kərbəlaya doğru gələndə insanlar orada yaxşı işlər görürdülər. Amma salih iş hansı idi? Salih iş imamın yanında olmaq idi. Yaxşı iş idi. Ərəfatda olmaq, ibadət eləmək, həcc eləmək. Bunlar hamısı yaxşı iş idi. Məkkəni tərk eləyəndə hamı yaxşı işlə məşğul idi. Təvaf, səy, gözəl işlər. Allah dedi, yox. Allah sizi harada görmək istəyir? Onun yanında görmək istəyir. Bu oldu salih iş. Yəni, insanın bugün vəzifəsi nə idisə, onu təyin eləmək. İnsanlar bəziləri deyir, yox, biz elə həcdəyik, bu vacibiyyatı yerinə yetiririk, deyir, yox. Yaxşı işdir, amma salih iş deyil. Yaxşı iş başqadır, salih iş başqadır. Yəni, bunları misal gətirirəm ki, o salih işlə yaxşı işin fərqi ortaya çıxsın. Başqa duası var Quran-ı Kərimin. Buyurur ki, və cünubuni və bəniyyə ən nə'budul əsnam. Məni və övladlarımı bütə ibadətdən uzaqlaşdır. Allahdan istəyirik. İlahi, məni və övladlarımı bütə ibadətdən uzaqlaşdır. Şirk çünki çox pis şeydir. Şirki biz gərək izah eləyək ki, bəzi zahirpərəst insanlar ki var, bəzi zahirpərəstlər var ki, tövhid, şirk, tövhid söhbətləri eləyirlər. Onlar başlayırlar, ağızda olsa ondan danışmağa. Biz gərək danışaq ki, tövhiddən, şirkdən ki, insanlar həqiqi mənasını başa düşsünlər bu, tövhidin də, şirkin də. Tövhid və şirk, indi məsəl üçün deyə bilərsən ki, bu dua indi aktuallığını itirib. İndiki dövrdə aktuallığını itirib. İndi bütün ibadət eləyən yoxdur ki. Bu ki, biz deyirik, ilahi məni və övladlarımı bütün ibadətdən çəkindir. İndi bütün ibadət eləyən yoxdur ki. Bu, o vaxtı olub, indi Allah duaya göndərib. İndiki dövrdə öz aktuallığını itirib. İndi mən bir dənə sual verim. Ümumiyyətlə, şirk heykələ ibadət eləməkdir. Yox. Bəziləri indi məsələn dəbpərəstdir. Bəziləri modapərəstdir. Bu da bütpərəstliyin bir növüdür. Bəziləri qərbpərəstdir. Bu da bütpərəstliyin bir növüdür. Özdə bu elə bütpərəstliyinin lap əlasındandır. Din bizə deyir ki, qərbdən də istifadə elə, şərqdən də istifadə elə. Amma nə qərbpərəst ol, nə şərqpərəst ol, nə dəbpərəst ol, nə modapərəst ol. Pərəst olma, pərəstiş eləmə, pərəstiş kimdən Allah ilə. Nə qədər istəsən artıra bilərik də bunları. Heç nəyə pərəstiş eləmə. Bu duanın mənası budur ki, ilahi, özümü və övladlarımı şirkdən uzaq elə.
Şirkdən uzaq elə. Bir dənə də dua Qurandan deyimsə. Elə bir ayları dedik elə, həmişə deyirik. Xutbənin əvvəlində oldu. Giriş hissəsində. Deyir ki, Rabbi zidni ilmə. İlahi məni, bəzən bunu səhv tərcümə eləyirlər. Deyir ki, ilahi elmimi artır. Belə deyil. Dua demir ki, Rabbi zid ilmi, ilahi elmimi artır. Deyir ki, Rabbi zidni, ilahi məni artır. Nə vasitəsilə? Elm vasitəsilə. Çox mühüm nöqtədir Quranda. Məsələn, hamı tərcümə eləyir ki, ilahi elmimi artır. Yox, ola bilər adamın elmi çoxalır. Amma özü cılızdır. Var ya belə, elmi nə qədər özü cılızdır. Kiçikdir. Vay o gündən ki, adamın oxuduğu özündən böyük olar. Bu bəladır, belə deyək. Görürsən ki, kitab çox oxuyub, yaxşı bilir, amma cılız adamdır. Oxuduğunun ona heç bir faydası yoxdur. Kiçik adamdır. Elm budur ki, səni böyütsün. Sən böyüyəsən. Sən böyüyəsən. Duanın mənası budur ki, ilahi öyrəndikcə mən böyüyüm. Oxuduqca mən böyüyüm. Elmim məni artırsın. Yoxsa, belə deyək də, kompüterdə də yaddaş varsa, kompüterə onun nə şey var ki, faydası var, ona qədər yaddaş var. Nə qədər, məsələn, terabaytla, 3 terabayt, 4 terabayt. Əgər ona insan kompüter kimi olsa, oxuduğu böyük olsa, ona heç bir xeyri olmasa, özü böyüməsə, onun heç bir faydası yox. Amma adamın fərqi budur ki, bildikcə böyüsün. Quranda bir başqa bir yerdə də var. Buyurur ki, La in şəkartum la əzidənnəkum. Belə bir ayədə var. Bunu da səhv tərcümə eləyirlər bəzən. Baxırsan gözə, deyir ki, şükür etsəniz, biz deyirik ki, daha doğrusu neymətləri artırarıq. Belə deyir ki, la əzidənnəkum. Şükür etsəniz, sizi artırarıq. Sizi böyüdərik, sizi artırarıq, çoxaldarıq. Sizi böyüdərik. Şükrün nəticəsi budur ki, sən şükür elədikcə sən böyüyürsən. Özün böyüyürsən. Demir ki, la əzidənnə ni'mətəkum. Sizin neymətlərinizi artırarıq. Deyir ki, sizi böyüdərik. Şükür nədir? Şükür bir şeyin dolu tərəfini görməkdir. Məsəl üçün, insanın başına nəsə gəlir, insan baxır o əmələ, başına gələn hadisiyə, baxışdan çox şey asılıdır da. İnsan var ki, bir qaba baxır, bir stəkana baxır, onun boş tərəfini görür. İnsan var ki, onun dolu tərəfini görür. Şükür, yəni bir şeyin dolu tərəfini görməkdir. Baxırsan bir hadisiyə, orada məsəl üçün mənfi nələrsə var, bəla gəlib, müəyyən məsələlər olub, sənin əleyhi olan məsələlər olub, amma insanlar var ki, baxır onun müsbət tərəflərini görür, baxır onun dolu tərəfini görür, deyir ki, ilahi şükür olsun sənə, həmd olsun sənə. Şükür budur ki, bir şeyin dolu tərəfini görmək. Şükür budur ki, minnətdarlıq hissi ilə insan yaşasın. Minnətdarlıq hissi ilə yaşasın. İlahi, bunu vermirsən mənə, həmd olsun sənə. Bu həyatı mənə nəsib eləmirsən, problemlərlə mənə həyatı nəsib eləmirsən, həmd olsun sənə. Sən məni belə görmək istəyirsən, həmd olsun sənə. Gör də belə də. Artıq onda insan başlayır böyüməyə. Şükür insanı böyüdür, o bu cür eləyir. İnsan borc hissi ilə yaşasın, Allaha borc hissi ilə yaşasın, minnətdarlıq hissi ilə. İlahi, bunu almışsan əlimdən, şükürlər olsun sənə, göz vermirsən, ayaq vermirsən, qabiliyyət vermirsən, düşüncə tərzi vermirsən, oxumaq vermirsən, oxuyub başa düşmək vermirsən, məscidə gəlmək vermirsən, ibadət eləməyi nəsib eləmirsən, həccə getməyi nəsib eləmirsən, Məşədi olmuşsan, Kərbəla ölmüşsən, filan olmuşsan. İndi bir dənə də olağan müqabilində bir dənə də olsun da, nə bilim, biraz az vermirsən, məsəl üçün, pulu mənə az vermirsən, məsələn. Şükür olsun sənə. Amma bunlar da verir, baxı. Bu qədər şey verir, baxım sənə. Bunlar da var, axı. Aleykümselam. Özünü deyir, kiçik biləsən. Neymətlərin müqabilində Allah deyir ki, mən səni böyüdüm. Şükrün nəticəsi də budur. Özü deyir ki, o birisi ayə kivayda deyir ki, Qul Rabbi zidni ilmə deyə bilirsən ki, Allah bilir də, deyir, yox. Daha doğrusu deyir ki, dinə, dilvə gətir. Biz deyə bilər ki, Allah bilir də, deyir ki, yox, dilvə gətir. Qul, de. Allah əmr edir ki, de. Bəzi şeylər var ki, gərək o dilvə gətirəsən. Nə misal çəkeyim?
Deyir ki, 2 dənə həyat yoldaşı, çox üzr istəyirəm, bir-birini çox istəyir. Deyir, həyat yoldaşı da yəqin ki, inşallah ki, istəyirlər. Deyir ki, kişiyə deyir ki, çox uzaq, qadına tez-tez dinən ki, mən səni çox istəyirəm. Çünki qadın eşitməyə meyillidir. Kişi də deyir ki, başa düşükdən bir dəfə evlənəndə tüm şeyin aydildə bir dəfə də deyəcəm. Deyir, yox, elə eləmə. Görsən, bəzi şeylər var ki, hədis gəlir, özdə Peyğəmbər deyir ki, deyin, xanımlarımıza deyin. Təkcə orada da deyil. Ümumiyyətlə, 2 dənə deyir, mömin qardaşdır. Qeyri-səmimi yox ha, səmimi. Məsələn, mömin qardaşlığı, deyir, biri o birisinə əgər həqiqətən çox istəyirsə, desin ki, mən sənə çox istəyirəm. Qeyri-səmimi yox ha, da tərifləmək yox. Ay sən beləsən, ailəsi yox, tərifə qarşıdır. Tərifləmə yenə. Sadəcə çox istədiyini dilə gətir yenə. Yəni ki, mən səni çox istəyirəm. Deyim, məhəbbətinizi bir-birinizə deyin, səmimi olaraq deyin. Daha önünü çıxarmayın. Deyin. Sən deyən ki, mən səni çox istəyirəm. Da adam ovlamaq üçün, dost yığmaq üçün yox. Deyən ki, mən səni çox istəyirəm. Peyğəmbər deyir ki, bunu bugün müasir psixologiyada təsdiqləyir. O bayaq dediyim kimi, həyat yoldaşları arasında deyir ki, qadının eşitməyə ehtiyacı var. Deyir, dinən. Birisi də dinən o. Eyni zamanda digər məsələdə deyir, əgər 2 mömin qardaş bir-birinə desə, onların arasında olan mehr-ü məhəbbət çox olacaq, həqiqətən. Olur deyə, bəzən Həzrət Əleyhisselama gəlib qeyri-səmimi deyir, ay Ali, mən səni çox istəyirəm. Baxırdı belə, deyir ki, yalan deyirsən, dinlə. Mən baxıram, deyim, mənə sevənlər, sən yoxsan axırdı. İndi bəzən Həzrət Əli kimi o qəlb gözü açıq olan insanlar o başa düşürəm. Qeyri-səmimi olanda hiss olunur da insan. Deyir, əgər səmimisən, onu dinən bir-birinizə. Budur. Müəyyən şeylər var ki, insanlar eşitməyə meyillidirlər. Ona görə də bəzi ayələrdə Allah Teala Quran-ı Kərimin o ayəsində Peyğəmbərə deyir ki, qul de, Rabbi zidni ilmə, ilahi elmlə məni neyini artır, məni böyüt. Düzdür, Allah bilir. Amma yenə sən gərək dilvə gətirəsən. İnşallah burada saxlayaq, növbəti ayələri də digər 2-ci xütbədə deyərik. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Allahumma salli ala Muhammad və ali Muhammad. Bədvaris sahabi varislər dünyasını dəyişmiş alimlər, abidlər, şəhidlər, siddiqlər, ruhları şad, salavat zikr eləyək. Allahumma salli ala Muhammad və ali Muhammad. Məscid mənbər inşa eləyənlər, məxsusən bu məscidi mənbər inşa eləyib, haqq dünyasında olanlar var, istirahət ruhları haqqında salavat zikr eləyək. Allahumma salli ala Muhammad və ali Muhammad. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibi ilahina ve tabibi nufusina Abil Qasimi Mustafa Muhammed. Allahumma salli ala Muhammad ve Ali Muhammad ve ala Aliyin emiril mu'minin ve ala Fatımet'e Zahra ve ala Hasani ve Hüseyin ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Qaimil Mahdi. Allahümme salli ala Muhammed وآل محمد اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله. Sizi və özümü Allah təqvaya riayət etməyə dəvət edirəm. Və Quranda olan o dualardan danışırdıq. O dualardan biri də budur ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, bu cür dua eləyin. İnsanın o dedi ki, qiyməti bir də bununla ölçülür ki, onun istəkləri ilə, arzuları ilə. Allah Teala Quran-ı Kərimdə buyurur ki, bu cür dua eləyin. Rabbana la tuzigh qulubana ba'da iz hadaytana. İlahi, hidayət olunduqdan sonra qəlbimizi sənin öz yolundan azdırma. Yoldan çıxartma bizi. Dinimiz var ya yox. İndi biz bunu hal-hazırda bilmirik.
Necə bilmirik? Yəni ki, insan sıxıntıya düşməyəndə, məsəl üçün, bəzən insanın nəfsinə uyğun davranmayanda, məsəl üçün, bir din bizə deyir ki, qəzəbi boğ. İndi, məsəl üçün, qəzəbi boğmaq, ondan sonra müəyyən məsələlərə riayət eləmək çox asandır. Amma o situasiya yarananda, o məsələ böhran vəziyyəti yarananda insanın həqiqi dininin olub-olmamağı, həqiqi imanının olub-olmamağı onda üzə çıxır. Belə məsələn asandır. Məsələn, çıxmışam, danışıram, namaz, ibadət, itaət, nə bilim, səcdə izi alında o birisi. Həzrət Əli Əleyhisselamın bir dənə yaxşı sözü var idi. Həzrət Əlinin sözüdür, deyir ki, o başlar ki var, o başları yalnız və yalnız bu Zülfüqar vura bilər. Deyirlər, niyə? Deyir, çünki siz gedərsiniz onların yanına, görərsiniz ki, onların ibadətdən alınlarında iz yaranır. Siz çəkinərsiniz, tanımarsınız. Amma bu Zülfüqar tanıyır onlar, əlindəki qılıncı yox. Yəni, mən tanıyıram da onları. Söhbət ondan gedir. Deyir, insanın böhran vəziyyətində düşməyənə qədər onun dininin olub-olmamağı sual altındadır. Yəni, insan o vəziyyətə düşsün ki, məsəl üçün, biri əsəbləşir, hələ əsəbləşməli idi də, məsəl üçün də, biri əsəbləşdirir, onu deyir ki, sən ki, əsəbləşdirir, görmürsən ki, əsəbləşdirir. Deyir, hələ din deyir ki, o əsəbləşəndə qəzəbli boğda, daha doğrusu. Deyir ki, o Həzrət Əleyhisselamın sözü başına gəlirdi, o deyir, o qul eləyir, başlayır ayələri oxuma, deyir, möminlər onlar ki, kaziminə minəl qeyz, udarlar, deyir, utdum. Onlar ki, ehsan edir, ehsan elədim, ağzı dilədim səni. Odur ki, ehsan, o sürümdən də yarısını verdim, kənizimdən də birini sənə verdim, evləndirdim. Hər dedikcə Həzrət Əleyhisselam ayəyə əməl eləyir. İnsanın dini burada çıxır özə. Qəzəb gəlir ona, bir əsəbləşdirib onu, elə haqqını əsəbləşib. Amma deyir, nə olar ki, Allaha xatir çək də, dinən ki, məsəl üçün, ayəyə sən demək elə. Möminlər onlardır ki, qəzəblərin boğarlar. Deyir, insanın həqiqi dininin olub-olmamağı orada çıxır üzə. Həzrət İmam Hüseyin Əleyhisselamın gözəl bir dənə hədisi var, deyir ki, Ən-nasu abidud dünya. Bunu bizim sərvərimiz İmam Hüseyin Əleyhisselam deyir ki, insanlar dünyanın quludurlar. Və din la'iqun ala alsinatihim. Din dillərində gəzir onların. Din onların dillərində gəzir. Bu hədisi insan oxuyanda, adam oxuyanda öz-özünə sual olmaya məndə eləyən. Həqiqətən insanı düşündürən bir şeydir. Görəsən, insan öz daxilinə, belə deyək də, müraciət eləsin. Mən də bunu ağanın dediyi kimiyəm, dünyanın qulu olub, din mənim dilimdə mi gəzir? Doğrudan da bilmirik. Mən şəxsən. Axırda bilinəcək. Ən-nas abidud dünya və din la'iqun ala alsinatihim. Din deyir, dinlərində gəzir. Dindir də, məsəl üçün, danışır. Bir dinin hesabına yaşayanda çoxdur dindar. فَإِذَا مُحِسُّوا بِالْبَلَا قَلَّدْ دَيَّانُونَ. İmtihan gələndə meydana az adam qalır. Meydanda az adam qalır. Elə Kərbəla bunun bariz nümunəsidir, sübutudur. Məscidlər dolub daşır. Yox idi amma İmam Hüseyin Əleyhisselamın yanında bir nəfər də yox idi, heç kəs. Bunu göstərir. Bugün olsa necə olacaq, onu bilmirik. Bir dənə də söz deyim, imamlar imtihan yaratmırdılar. İmamların məzlumiyyətinin əsas səbəblərindən biri də bu idi ki, cəmaatın tutumu az idi. Cəmaatın tutumu az idi. Çox az idi. Yox idi cəmaatın tutumu. İnsanlar istəmirdilər ki, onların arxasıca getdikləri imamlar, böyüklər izzətə çatsın. Həqiqətən elə olurdu. Ya, məsumlara deyirdilər ki, sən izzətə çata bilmərsən. İzzətə çatan kimi ləkəliyirdilər. Dil yarası vururdular. Deyirdilər ki, sən bizim böyümüsən. Biz sənin arxımıza getmişik. Sən bədbəxt ol. Sənə şəhid eləsin. Mən gəlib sənə sinə vurum. Sənə bir yerdə oturmaqlıyım, amma izzətə çatma. Səni izzətə çatmağa qoymayacaq. Cəmaat deyirdi ya bunu. Çıxma. Ağ günə çıxmasan, xahiş edirəm. İmam Hüseyni öldürsünlər, nə qədər istəyirsən, deyirdilər ki, gələk sinə vuram. Amma
İmam Zaman əccül fərəcəhum gəlsin, qüdrət sahibi olsun, yox, deyirlər olmaz. Olmaz. Öz böyüklərimizi izzətə çatmağa imkan vermirik. Məsumları da Allah bunun üçün məzlum elədi ki, cəmaatın tutumu az idi. Bir səbəbi bu idi təbii ki, əlbəttə. Dedi ki, bunlar sizi izzətdə görsə, qüdrətdə görsə, azıb həlak olacaqlar. Diqqət eləyin, gör, məsumun bizi sevməsinin dərəcəsinə baxın. Allah bunlara deyir ki, bunlar sizi izzətdə görsə, qüdrətdə görsə, azıb həlak olacaqlar. Qəbul eləyə bilmirlər də. Razısınız məzlumiyyətə, dözəcəksiniz, dözə bilərsiniz, deyirlər ki, bəli. Dedilər ki, təki nə olursa olsun bunlar azmasınlar. Bunlar azmasınlar. İmamlar çalışıblar ki, bizə imtihan yaratmasınlar. İmam Sadiq Əleyhisselamın yazırlar ki, İmam Sadiq Əleyhisselam yaxşı giyinmişdi, gözəl bilirsiniz də, geyimi. Biri gəlir, deyir, başlayır onunla deyir ki, sizin atınız, babunuz Həzrət Əleyhisselam, Peyğəmbər belə nimdaş giyinərdi, köhnə paltar giyinər, siz yaxşı, məsələn içində Yəmən parçasından əba giyinmişsiniz, o bilsin. İmam başa saldı ki, o dövr başqaydı, bu dövr başqadır, gərək elə izzətdə möminlər olsun, bu cür, çox dedi, o da az başa düşdü, başa düşmədi. Axırda təsəvvür o yerəcən məcbur elədi ki, yazırlar ki, imam deyir, açdı o altda olan köynə, üstəki ki, bu köynədir. Bu köynədir. Düzdür, üstəki təzədir, amma altdakı köynədir. Özdə lap köynədir. Həmişə belə olub. Məsumlardan tutmuş, alimlərdən tutmuş, din böyüklərindən bəzi insanlar, bunlar istifadə özü bilər, Allahı bilər. Sən verəcəksən onun yerinə cavabı? Yox. Onda bilinlər ki, imtihan vaxtında bilinlər ki, kim dindədir, kim yox. Kim dindən kənardadır. Mən dindəyəm, məsəl üçün, bilinmir, mən burada danışıram, ola bilər danışıram, amma qiyamətin günü orada bilinəcək, axırıncı zaman vaxtda bilinəcək. Bilirsən nə vaxt bilinir o? Bir dənə səndən üstünü, məsəl üçün imam, zəmanə imi aça qapını, girək içəri, deyə ki, çəkil kənara. Bundan sonra bu xidmət eləyəcək. Bu danışacaq burada. Mən də könül xoşluğu ilə gedim rahat oturum cəmaatın içində, sizin içinizdə. Heç bir narahatçılıq keçirməyim qəlbimlə, içimdən. Onda bilinər ki, mənim dinim var yoxsa yoxdur. Bu meyardır. Onda bilinər ki, necədir, indi bilinmir. Danışmağa və yaxud da qulaq asmağa nə var ki? Danışırsan, qulaq asırsan, hamı deyir maşallah, bu bildirirmi? Yox, bildirilmir. O məqamda bildirir ki, biri səndən qabağa keçir, bilirsən ki, səndən öndə olmalıdır, ona da layiqdir, onda bilinir. İçində nə baş verirsə, onda sən özünü tanıyırsan. Bəs axıra qalan kimdir? Onu da dua elə ki, axıra kimi qalım. Bu da önəmlidir. Eşitmişsiniz bəlkə də bunu. Həzrəti Salmanı ələ salırlar. Salman Farisində Salmanı ələ salırlar. Bir nəslə cavandır, olur o cürə, hindi də olur da, bir də görsən. Deyir elə, gələnə söz atırdılar, gələni söz atırdılar. Deyir, bir günləri o həmin dəstə Salmanı da sataşdılar. Qayıtdılar, dedilər ki, görəsən sənin bu saqqalın üstündür, çox-çox üstünəm, yoxsa itin quyruğu. Sataşırdılar. Deyir, Salman da çox gözəl arifana cavab verdi. Dedi ki, əgər bu saqqal məni sirahdan keçirsə, bu üstündür. Yox, keçirməsə, ilişib qalsam olsa, o birisi ondan, bundan üstündür. Deməli, o birisi bundan üstündür. Özünə layiq hikmətlə cavab verir. Buyurur ki, Əl-ləzīnə qalu Rabbunəllah, dedilər ki, Rəbbimiz Allahdır, summəstəqamu, axıracan da diyandılar, sözlərinin üstündə diyandılar. Tətənəzzəlu aleyhimul mələikə, onlara mələklər nazil oldu. Tarixdə nə qədər insanlar, adamlar var ki, Peyğəmbər və yaxud da imam onu uzaqlaşdırıblar işdən, uzaqlaşdırıblar, vəssalam, başlayıb imamla, Peyğəmbərlə düşmən olmağa.
Allah üçündürsə, müsəlmansansa sənin üçün heç bir fərqi olmalı. Bir dənə də Quranda ayə var, maraqlı ayədir və sözümü yavaş-yavaş bitirin bununla. Peyğəmbərlərinə Allah deyir, İbrahim, İshak, İsa, Musa ən üstün peyğəmbərlərinə deyir ki, sən bugün peyğəmbərsən, sabah başqasını bu vəzifəyə seçsəm, Allah deyir. İndi peyğəmbərsən, amma sabah başqasını bu vəzifəyə seçsəm, sən adi adamsan ha. Sən adi adamsan. Ona təslim olacaqsan, sənin yerine gələnə təslim olacaqsan, istifa verəcəksən, belə deyək, vəzifəndən. Bunu ayrıcı olaraq deyir. Deyir ki, və izə əxəzəllahu misaqan nəbiyyi, deyir, Allah peyğəmbərlərindən söz aldı. Ləmə ətəytukum min kitabin və hikmə. Bugün sizə kitab və hikmət vermişəm. Bugün peyğəmbərsiniz. Thumma ca'akum rasulun. Sizdən sonra biri gəlsə, peyğəmbər gəlsə, musaddiqun lima ma'akum. Onlar da sizin kimi peyğəmbər olsalar, nə deyir? Deyir, sən çəkilirsən kənara, qırağa, ona iman gətirib ona kömək eləməlisən. La tu'minu bihi, kömək eləyirsən ona. Niyə? İman gətirsən daha doğrusu, sonra kömək eləyirsən ona. Bu ayə Allahın peyğəmbərlərinə dediyi ayədir. Bu ayə vəzifə adamları üçün, xalqa doğrudan da xidmət eləmək istəyən vəzifəlilər üçün ən ideal ayədir. Bu ayə. Peyğəmbərlərinə Allah deyir ki, səndən layiqlisi gəldisə, küsüb getmə. Ona iman gətirirsən o peyğəmbərə, hətta neynirsən, ona kömək eləyirsən. Sən ona iman gətirirsən, onun dininə və ona köməkçi olursan, peyğəmbərinə deyir. Qal, əqrərtum, soruşdu Allah, razısınız, təsdiq edirsiniz, qalu, əqrərnə, dedilər, bəli, bu əhdi aldı onlardan, fəşhədu, şahid olun və ənə məəkum minəş-şahidin. Mən də sizinlə bir yerdə şahidəm. Razılaşdıq. Peyğəmbərlərinə deyir ki, səndən layiqli gələndə sən ona iman gətirirsən və peyğəmbərlik işindən istifa verirsən. Bu da bir və axırıncı budur ki, Rabbənə təqabbəl minnə, İbrahim peyğəmbərin duasıdır. İlahi bizdən qəbul elə. Bu da çox mühüm duadır. Bu duada bir təvazökarlıq var. Əməl eləyirsən, Həzrət Əleyhisselam deyir ki, sən nə qədər ibadət eləyirsən? Dedi, axı bilmirəm qəbuldur yoxsa yox. Bu təvazökarlıq. Əməldən çox deyiblər, onun qəbuluna fikir verin. İmam Səccad və yaxud da İmam Sadiq Əleyhisselamdır. Deyir, ehram giyinir ağa. Biz neynirik? Yəni həccə gedənlər neyinir? Ehram giyinə görə yavaş-yavaş deyir ki, Ləbbeyk, Allahümmə, Ləbbeyk, la şərikə, ləkə ləbbeyk. Belə deyirik də, hə? Vəssalam. Elə bildi ki, düzəldi işlər. Deyir, imam demir, titriyir. Bu sözü deməlidir, demir. Dedilər ki, yəbnə Rəsulullah, niyə demirsən, həccin vacibatıdır axı? Deyir ki, qorxuram, eşidirəm ki, lə ləbbeyk. Sən qəbul, biz deyirik ki, ilahi qəbul elədin dəvətvi, qəbul eləyirəm. Görək o qəbul elədi yoxsa yox. İmam deyir ki, qorxuram ki, ondan səda gələr ki, sən qəbul elədin, mənim dəvət. Mən səni qəbul eləmirəm. Mən səni qəbul eləmirəm. Bu da mühüm məsələdir ki, səni qəbul elədilər ya yox. Deyir, haram tikə, haramdan alınan ehramla gedən həcc o qəbul olmur. Elə bir səyahətə gedir də bəziləri var. Məsələn, bu il gedəcəksən, belə deyəndə ki, başa düşürlər ki, həcc mövsümündə, ona görə danışıram. 20 dəfə, 30 dəfə gedib, deyir, o gəldi, ariflərdən biriydi. Gördü ki, biri ziyarətə hazırlaşır. Deyir, neçənci dəfədir gedirsən Kərbəlaya, həccə və yaxud da hansısa bir ziyarətə. Dedi ki, məsələn də, nə bilim, 10 neçənci dəfə, 20 neçənci dəfə. Dedi, Allaha tərəf açan gedmirsən bir dəfə. Bir də görürsünüz də olur, şərvan gedir, oturur, məsəl üçün, o birisilər qalıb ayaq üstə əziyyət çəkir, bu orada, məsəl üçün, belə eləyir. Yəni, əsas odur ki, qəbul eləsinlər. Qəbul eləsin. Deyir ki, Rabbənə təqabbəl minnə. İlahi, bizdən qəbul elə. Həzrəti xanım Zeynəb, İmam Hüseyin Aleyhisselam şəhid olanda, deyir ki, ilahi, bu qurbanı bizdən qəbul elə.
İmam Hüseyin kimi böyük bir qurbanı xanım Zeynəb təsəvvür edir ki, ilahi bunu bizdən qəbul elə. Üveys Qərəni gəldi, Peyğəmbəri görməyə görə bilmədi. Gəldi, görə bilmədi. Gəldi, görə bilmədi. Dedik, gözlədi, Peyğəmbər gec gəldi. Çünki anası demişdi ki, tez qayıdarsan. Dedi ki, anam deyir ki, tez qayıdım, gərək evə tez qayıdım. Görə bilmir, qayıdır. Peyğəmbər gələndən sonra deyir ki, buradan gözəl Üveysin ətri gəlir. Elə bir ki, ziyarət elədi də. Əsas odur ki, səni qəbul eləsinlər. Allahın belə izzət və cəlalı xatirinə Allah Teala bu danışılanları hər birimizin inşallah ruhunda təsirli eləsin. Allah Teala bu duaları bizim üçün də, bu duaları bizi etməyə bizlərə nəsib eləsin. Edəndən sonra Allah Teala özü bizləri qəbul eləsin. Xəstələr var, məricilər var. Allah Teala tezlə şifa acil mərhəmət eləsin. Hərbi xidmətdə olan qardaşlar var, zabit qardaşlar, əskər balalar var. Allah Teala onları inşallah ki, öz amanında saxlasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat zikr eləyin.